Hər birinizi salamlayıram və hər birinizə uğurlar arzu edirəm. Ümid edirəm enerjiləriniz çox qaydasında və xoşdur. Mən bugün bundan öncəki videonu izləyənlər bilir, əslində bundan öncəki video yüksək fərqindəlikli bir video idi. Hər insanın izləməməsi, əslində bəlkə də izləməli olmadığı, yəni dəyişim kimdə var artıq vaxtıdırsa onların izləməli olduğu bir videodur və mən o videoda dedim ki, beynimə fikir gəldi ki, sanki hissiyat gəldi mənə ki, hal-hazırda insanların narahat edən iki mövzu var. Kimlərsə bunu soruşub. Biri mən nəyi səhv eləyirəm, digəri isə bugünkü videomuzun mövzusudur. Bugünkü mövzumuz nədir? Ağlımdakı o şəxsi gözləməyə dəyərmi? Ola bilər bu sizin eksinizdir və siz ondan ayrılmışsınız, amma ümidlə onu gözləyirsiniz ki, bəlkə gələr, bəlkə barışarsınız. Bəlkə münasibətlərinizi ailələrə görə olub, bəlkə bir boşanma olub, amma barışmaq ümidiniz var və yaxud da ki, hal-hazırda olan həyatınızda insanda mənsə deyir, gözlə, mən hələ evlənə bilmirəm, mən hələ sənin istəklərini sənə verə bilmirəm. Və biz bu mövzunda xanımlardan kimsə çox güman ki, belə bir Tanrıdan sual verib. Çünki bilirsiniz ki, mən keçən videoda dediyim kimi, biz hamımız bütünün bir parçalarıyıq və biz kainata sual verəndə onun cavabını bizə Tanrı başqa insanlar yolu ilə gətirir. Yəni başqa bir insanlar yolu ilə bizə onun cavabını çatdırır. Və mən də bəzən deyirəm ki, görəsən bu kimdir və yaxud da bu necə olacaq? Bir insan mən qarşıma çıxır, onun cavabını mənə verir və yaxud da dostlarımdan kimsə bunu mənə deyir. Və bu mövzunda kimsə xanımlardan istəyib ki, ümumiyyətlə mən bu adamı gözləyirəm, görəsən dəyərmi? Və biz bugün məhz buna baxırıq və bugün 4 dəstəmiz olacaq. Çünki bilirsiniz, tarotda 4 kralımız var. Və əgər siz deyirsinizsə ki, bu baxıma da baxıram, amma mən özəl baxımımı da istəyirəm, mən necə biri ilə evlənəcəm, mənim qismətim kimdir, taleyimdəki insanı necə tanıyacam, görünüşü necədir, harada işləyir, bürcü nədir, xarakteri nədir, bilmək istəyirsinizsə qismət açılımına müraciət edirsiniz. Yox, əgər deyirsinizsə ki, mən istəyirəm, biləm ki, məni nə gözləyir, ümumiyyətlə həyatda məni nələr gözləyir, o zaman ümumi açılımına müraciət edə bilərsiniz. Bugünkü mövzumuzda isə mən istəyirəm ki, gələk biz öz dəstəmizi seçək. Baxın, birinci kralımız enerjisini hiss edin. Mütləq deyil buradakı şəkli sevdiyiniz insana oxşasın. Düzdür, bu əslində hər bir bürcün daha doğrusu hər bir kralın öz bürcü var. Amma mən bununla sizi məhdudlaşdırmaq istəmirəm. Məsələn, para kralı bir buğa kişisini göstərir. Amma münasibətdə olduğunuz insan buğa olmaya bilər. Amma baxın necə bir xarakterdir. Yəni şəkildə necə hiss edirsinizsə, mən seçəndən sonra sizə deyəcəm bunu. Yəni şəklə baxın, rahatlığına baxın. Görürsüz, iti də var burada. Gözəl bir şəkildə oturub, xopa üzü də gülür. Yəni belə bir pozitiv bir enerjisi var. Baxın, ikinci kralımız görürsüz necə belə bir enerjidədir, belə egoludur, biraz özündən razıdır. Mən gözələm deyir, mən yaraşıqlıyam deyir və özünü bəyənir biraz. Görürsüz necə bir kralımız var burada. Üçüncü kralımız belə bir kralımızdır. Baxın. Romantik bir kraldır bu əslində. Gözləri yumuldu, meditasiya eləyir. Görürsüz kralımızı. Və dördüncü kralımız daha karizmatik və daha ciddi, daha soyuqqanlı, daha belə bir yarasalar, qarğalarla görürsüz necə bir müdrikdə biraz bu. Bax, belə 4 dənə kralımız var əzizlərim. Ağlınızda tutursunuz şəxsi, əgər birdən artıq şəxs varsa, hər birini ayrı da tuta bilərsiniz. Mənim ağlımda olan bu adamı gözləməyə dəyərmi? Mən bunu gözləməliyəm. Yenə deyirəm, bürcünlə əlaqədar demədim, əslində hər bir kartın öz bürcü var idi. Amma istəmirəm, çünki istəyirəm ki, sadəcə kartın enerjisini hiss eləyəsiniz. Belə, birinci dəstəni seçənlər, qeyd edim ki, əgər bu enerji sizə yaxın gəldisə, bu enerji sizə yaxın əgər gəlirsə və siz hiss edirsinizsə ki, o deməkdir ki, qarşı tərəf çox rahatına, maddiyyatına və maddi güvəninə düşkün bir insandır. Yəni bu insan üçün vacib olan, sevgidən öncə daha vacib olan şey onun maddi olaraq rahat olmasıdır. Ümumiyyətlə tənbəl xarakterlidir biraz, yəni hərəkətə keçmək yerinə, amma dürüst və bir növdə dediklərinin arxasında duran bir insandır, amma biraz daha asta gəl. İkinci enerjimiz, əgər siz hiss elədisə, burada ego var, zaten biraz dedim. Burada bir mən deyən, cəsurdur, dinamikdir, enerjilidir.
hər bir mövzuda başı çıxandır, hər bir mövzuda danışandır, hər bir mövzu haqqında biliyi olandır, amma çox aktiv bir insandır və çox da özünə razıdır. Digəri isə biraz incəyəndir, küsəndir. Üçüncü dəstə biraz həssasdır, biraz gizəmlidir, heç də özünü hamıya göstərən bir xarakterdə deyil. İç dünyasını bütün dünyaya açacaq, hamıya deyəcək biri də deyil və biraz kindar, biraz manipulator ola bilər. Dördüncü kartıma sizə enerji olaraq daha uyğun gəlibsə deyim ki, dördüncü kartın enerjisindəki bəy daha çox soyuqqanlı, dəyişkən, zaman-zaman sevən, zaman-zaman ümumiyyətlə sevgisiz davrana bilən, çox ağıllı, məntiqli, daha çox praktik zəkalı, hər şey planına, proqramına görə edən, öncədən hər şey düşünən, hər şeyi, bütün planlarını danışmayan bir insandır. Və mən istəyirəm birinci dəstədən başlayaq. Birinci kartı seçənlər. Əgər sənə bu enerji uyğun gəldisə, başlayırıq baxmağa. Baxaq görək, ağlınızdakı şəxsin adını deyə bilərsiniz. Ağlınızdakı şəxsin adını çəkə bilərsiniz. İndi hal-hazırda bu insan, bu xarakter, bu şəxs və siz öz adınızı dediyim kimi çəkirsiniz. Mən filan kəs və ağlınızdakı insanın adını deyirsiniz. Bu insanla sizin hekayənizə baxaq birinci. Baxaq görək sizin hekayəniz nədir? Sizin münasibətinizdə nələr var? Birinci dəstəni seçənlərin ağlındakı şəxslə hekayəsi nədir? Birinci dəstəni seçənlərin ağlındakı insanla olan hekayəsi nədir? Mən bu arada burada bəzi kartlar tərsdir və mən onları düzəltmək istəyirəm ki. Aha. Ağlınızdakı şəxslə hekayəniz nədir? Birinci dəstə. Ailəniz olmuş ola bilər. Əslində gözəl bir ailə. Çox güman ki, ya ailə olmuşsunuz, ya ailə olma yolunda irəliləmişsiniz, göstərir burada. Burada deyir ki, gözəl bir şəkildə hər kəs bəxtəvərlik verdi münasibətə ki, nə gözəl ailədir, nə gözəl belə xoş bir gözəllik var. Amma üçüncü şəxslər, qadınlar, xəyanət, üçüncü bir qadın enerjisi bu ailədə müxtəlif zinalar və yaxud da cadu, əməl bu münasibəti dağıtdı və bunu eləyən və burada olan xanım ola bilər ki, sizi ayıran da başqa bir xanımdır və hal-hazırda siz bu insandan sonra belə deyək də ya kimsəsiz hiss eləmisiniz, ya həqiqətən də küçədə qalmış da hiss eləyə bilərəm ki, ola bilər siz evdən çıxmalı olmusunuz. Yəni sanki hər şeyimi itirdim, gözəl ailəm var idi, maddiyyatım var idi, mənim rahat idim, xoşbəxt idim, maddi yerində idi, özümü rahat hiss eləyirdim və yaxud da fikirləşirdim ki, bu adamla evlənəcəm və mən də hər şey... Oy, kartlarım düşdü bircə dəqiqə. Hə, harada qalmışdıq? Hə, siz düşünmüşsünüz ki, məndə hər şey əla olacaq və s. Amma sanki sizin bir yol ayrıcında sizi bir-birinizə ayırıblar. Burada bir şeytan kart da var. Zina ilə ola bilər, düşmənçiliklə ola bilər, xüsusilə də bilərəkdən olunan hər hansı bir ara vurmaqla oluna bilən bir şeylərdir və siz çox hətta bəzilərinizdə bu ayrılıqdan sonra öz yaxın ananızı itirənlər ola bilər ki, siz ayrılmışsınız, buna dözə bilməyib, sizin mamanız rəhmətə gedib. Bu enerjide hiss edirəm. Kimdəsə belə bir şey var ki, sanki sizin dərdinizə dözmədən bir xanımın da hiss edirəm, belə bir enerjidə hal-hazırda mənə gəldi və ola bilər ki, siz bu adama görə işinizdən ayrılmışdınız, işinizi də atmışdınız, yəni karyeranıza son qoymuşdunuz, demişdiniz ki, yox da, yəni mən bu adam belə. Yəni bu şəkildə başlayıb əslində. Yaxşı, bu hekayə necə hal-hazırda, bu dəqiqə necə bir vəziyyətdədir? Birinci dəstəni seçənlərin ağlındakı şəxslə olan vəziyyəti hal-hazırda necədir? Hal-hazırda necədir? Hal-hazırda necədir? Əslində burada zaman-zaman barışıq istəkləri deyir, olubdur və sanki burada bir duygusal və övlad olanlar da var. Bu arada burada kimsə həyat yoldaşıdır, övladı var. Pul danışıqları olub, yenidən başlayaq, yenidən şans verək, yenidən bir şeylər eləyək. Amma ki,
aranızda elə bir duyğu var ki, elə bir nankorluq mu deyim, elə bir xəyalların puç olması yaşanıb ki, artıq sizdə yenidən başlayanda belə onun əsəbi baş qaldırır da. Yəni məsələn elə bir şey yaşanıb ki, siz nə qədər barışmaq istəsəz belə, o adam sizin önünüzə gələndə sizə əsəb gəlir ki, sən bunları mən necə eləyə bildin? Bax belə bir enerjini də hiss eləyirəm burada və deyir ki, burada barışmaq istəyən hər iki tərəfin arasında birlikdə olmaq istəmə enerjisi var, amma hal-hazırda deyir ki, hər iki tərəf deyir ki, mən əlimdə olmayan səbəblərə görə bunu eləyə bilmirəm və bizdə hər şey bu an üçün bitmiş görsənir və mənim əlim qolum bağlıdır, mən sənə doğru gələ bilmirəm, mən sənə doğru səndən münasibət qura bilmirəm. Ola bilər bəzilərinizdə qarşı tərəfin maddi durumu başqa birindən də asılıdır və sanki belə bir enerjilərdədir ki, mən gələ bilmirəm. Yaxşı, gəlin baxaq ağlınızdakı bu şəxsin, hekayəniz olan birinci şəxsin hal-hazırki sizinlə bağlı enerjisi. Hal-hazırda sizinlə bağlı enerjisi. Hal-hazırda. Qəlbi qırıq və içinə qapanmış, nə istədiyini bilməyən, nə etmək, yəni biz necədir, qaranlıqda, meşədə itmiş kimi və sanki elə bir şəkildə yolunu itirib ki, bu adam deyir ki, mən bilmirəm hara gedeyim, mən bilmirəm kimdən imdad diləyim, mən heç yolumu da tapa bilmirəm ki, mən deyim ki, hə, mən bu qorxu içərisindəyəm, içsə qapanıqlıq içərisindəyəm, özümə qapanmışam, depressiyadayam. Güya özümü elə göstərirəm ki, güya belə yaşayıram, belə ora-bura özümü vururam da, olur ya, oğlanlar belə göstərir, statusda güya bir iş qurur. Heç nə yoxdur deyir həyatında, heç nə, mən məhv olmuş bir durumdayım və deyir ki, fikirlərim, xəyallarım deyir, qatıb da belə bir mahnı da var. Və bilirsiniz, burada bax, kupa yedilisi və qorxuları da çoxdur və hansı yönə gedəcəyi haqqında heç bir fikri yoxdur. Ümumiyyətlə, planı da yoxdur. Məsələn, gələcəklə bağlı planı olsun, desin ki, mən bu həyatımda bunu eləyəcəm, bu cür yol yoxdur heç bir planda. Bədəni, ruhu, hamısı qorxu içərisindədir. Baxın, yuxuları da qarışıb, üzərində ağırlıqlar var, məsuliyyətlər var, xəyal qırıqlıqları var, küskünlüklər var, etdikləri şeylərin əzabları var, günahkarlıq duyğusu var, yalnızlıq qorxusu var. Yaxşı, bəs bu insan vəziyyəti düzəltmək istəyirmi? Baxaq görək. Bu insan vəziyyəti düzəltmək istəyirmi? Hər halda burada gördüyüm qədərilə qarşı tərəf olduqca pis bir haldadır. Heç yaxşı bir vəziyyətdə deyil və vəziyyəti düzəltmək istəyirəm. Əslində bəli, vəziyyəti düzəltmək istəyir. Zaten deyir, mən çox gecikmişəm vəziyyəti düzəltməkdə. Niyə vəziyyəti düzəltməkdə gecikmişəm? Çünki mən zaten hər zaman eyni səhvləri eləmişəm və mən artıq düşünürəm ki, mən niyə eyni səhvləri eləyirəm? Deməli, mən hansısa bir addımı başdan səhv eləyirəm. Ona görə mən istəyirəm o səhvimi tapım və bu dəfə onu eləməyim. Və bu insan 7-ci aydan etibarən ola bilər ki, sizin üçün mübarizəyə başlaya bilər. Bu adam sanki sizinlə daha çox ciddi bir şeylər, yəni nigah, zaksda belə deyək, kəbin, bunun üçün mübarizə aparmaq istəyə bilər. Doğru bir zaman gözləyir, doğru bir vaxt gözləyir, taleyin bir şansını gözləyir, belə deyərlər ki, sizin üçün hər şey yaxşı olsun. Yəni, bu adamın hal-hazırdakı fikrində görürəm ki, ailə olma, yuva olma, ev almaq, evə sahib olmaq, bir evin içərisində yaşamaq, yeni bir ev alıb orada qala bilmə, bunları gözləyir və deyir ki, mən yetərincə zaten gecikmişəm artıq, mən yetərincə zaten səni gözlətmişəm. Yenə deyirəm, bir ay, bəzilərinizdə 7-ci ay, bəzilərinizdə 9-cu ay, yəni fərqli vaxtlardır, bəzilərinizdə 15, yəni buradakı bütün rəqəmləri mən sizə deyirəm, çünki hər birinizdə fərqli olacaq və deyir ki, bu il içərisində, yəni bir sözlə 7-ci aydan başlayaraq sizin həyatınızda bu insan bir şeylər eləməyi planlayır. Yaxşı, gördük bunu, gördük ki, qarşı tərəf pərt bir vəziyyətdə, pis bir vəziyyətdədir. Bəlkə kimsə burada sevinir, deyir ki, bax, əcəb olur sənə, amma baxaq görək ümumiyyətlə bu adamı dəyərmi? Ola bilər ki, gəlsin, hə, okey, amma ortada bir şey yoxdur, yəni yenə də sizə həmin şey yaşatsın. Ağlınızdakı şəxsi, bu enerjini aldığınız insanı gözləməyə dəyərmi? Onunla bir yola çıxmağa dəyərmi? Onun üçün sədaqətlə onun yolunu gözləməyə, münasibətləri saxlamağa, onu gözləməyə dəyərmi? Baxaq görək. Baxaq görək, buna görə buna dəyərmi?
Baxın, deyir ki, burada belə bir mövzu var. Deyir ki, bu bir bağımlılıqdır. İlk növbədə siz bu adamla barışmalı olsanız, bu adamla olan bağımlılığınızı, münasibətinizdə olan negativ enerjiləri bitirməlisiniz. Yəni asılılıq var burada. Qurtula bilməyən duyğular var. Baxın, ya aqressiyadır, ya nifrətdir, ya kindir, ya bağışlaya bilməmə duyğusu, ya intiqam duyğusudur. Amma şeytani bir his var aranızda. Bu bitməlidir deyir. Bu geridə buraxılmalıdır. Bu şeytani hissdən heç nə alınmayacaq. Çünki enerji mənfi ilə başlayırsınız. Mənfi bir proqramla münasibəti yeniləyirsiniz təzədən. Bu adamın gəlişi və s. şəfalanması, düzəlməsi və s. Amma deyir, sizin aranızda bir qadın sizin aranızda yenə öz işində olacaq. Bir qadın olacaq ki, o adam ara vurmaqla öz işində olacaq, mane olmaqla öz işində olacaq və sizi yenə də eyni vəziyyətə salacaq. Yəni burada mən görürəm ki, qarşı tərəflə bağlı əslində bir problem yoxdur. Çünki bu adamda deyir, yalanlar bitəcəksə, yalan danışmış ola bilər bu arada, aldatmış ola bilər, vəd vermiş ola bilər, yerinə yetirməmiş ola bilər, eləyəcəm, baxacam, görəcəm, xoşbəxt eləyəcəm demiş adam, amma eləməmiş adam ola bilər. Amma bunların hamısını eləyəcək və bu dəfə çox ciddi bir addımla da gələcək. Bu dəfə sizin taleyinizdə olan, yəni taleyinizdə var bu adam, yəni bu bir kaderinizdə necə deyirlər var və bu adam gələcək və bu adamın burada deyək də kader çarxı deyir ki, taley sizi bir araya şanslı bir dönemdə yenə də gətirəcək bir araya. Amma deyir, sizin həyatınızda xüsusilə də bir qadın dəyişkən enerjili, egolu bir qadın və onun deyir hər zaman işləri dayanmayacaq və o yenə ara vuranlıq və düşmənçilik eləyəcək və sizin aranızda yenə də çıxılmaz bir vəziyyət yaranacaq. Yaxşı, bəs siz nə etməlisiniz? Sizi yenə də bu insanlar, yenə deyirəm, baxın, təzədən eyni duyğuları sizə yaşatması görsənir əslində. Sadəcə və sadəcə nə edə bilərsiniz? Əgər siz bu adamdan uzaqlaşa bilirsinizsə barışın. Əgər bu adam, bu şəxs sizin həyatınızda var olacaqsa, mənası yoxdur. Çünki buradakı xanımın, bu dəstəni seçən xanımın məşhurlaşması, populyarlaşması, yüksəlməsi, karyerasında, özündə parlaması var. Və həyatında həqiqətən tarazlıqda, dəngədə olacaq durumlar var. Yəni ki, gözəl bir gələcəyiniz var. Amma bu insanla deyir, bu insan səni sevə bilərsən, bu insan sevə bilərsən, bu insan həqiqətən peşman olub gələ bilər. Amma buradakı qadın anadır, keçmiş həyat yoldaşıdır, həyatında bir sevgilisidir, nənəsidir, bibisidir, bilmirəm. Amma bu adam deyir, sizin həyatınıza davamlı qısqanclıq, şübhə, qaranlıq, yalan, riyakarlıq, xəyanət, cadu, göz, nəzər, nəfis alacaq. Təbii ki, əzizlərim, heç nə burada bəzən ola bilər, siz deyirsiniz ki, filan o kimdirsə də siz bilirsiniz artıq, Allah onu belə etsin. Baxın, bu insanı enerji olaraq həyatınıza yenə dəvət edən sizsiniz. Bu adamı da, yəni hansı ki sizə incidən adamı da və onun ətrafındakı, baxın, görün, niyə bu insanı seçmişsiniz, niyə bu proqramda münasibəti seçmişsiniz. Baxın, bunların hamısı sizin üçün əslində bir siqnaldır. Yəni, biz düzdür, deyəndə filan kəs düşmənimizdir, biz onu qarğış eləyirik ki, bax, belə bir, amma niyə sən bax, rahat, səni sevəcək, səni dəstəkləyəcək insanları yox, səninlə mübarizə aparacaq, alçaldacaq, ağladacaq insanı seçmişsən. Burada bir növ sizin özünüzün də almalı olduğunuz dərsiniz var. Bəlkə də o dərsinizi alsanız hər şey yerində oturacaq. Yəni bir özünüzü baxın, görün ki, hansı enerji ilə siz bu cür insan çağırırsınız. Bu cür valideyni var və ya bu cür bir keçmişi var. Gəlirəm ikinci dəstəyə. İkinci, yəni birinci dəstədə belə deyək də, seçim sizindir, amma eyni şeylər təkrarlanaraq yaşanacaq digər bir xanın ucbatından. Gəlirim ikinci dəstə. İkinci dəstə adınızı deyin, bu insanın adını deyin, bu yaraşıqlı oğlanı seçənlər. Hekayənizə baxaq. Hekayənizə baxaq, görək bu insanlar, sizin hekayəniz necə bir hekayə idi, necə bir münasibət idi, nə baş verdi, baxaq. Baxaq görək sizin münasibətdə nələr oldu. Deyir ki,
əslində kiçik addımlarla başlayan bir münasibət idi. Yəni ki, əslində başlayanda bəlkə də düşünürdünüz ki, sadəcə gözəl bir vaxt keçirərəm, sadəcə gözəl bir anım olar, sadəcə gözəl bir belə deyək də keyfim açılar da, belə deyək, balaca bir addımla oldu. Amma sonra zamanla deyir, bu insan sənin üçün rahatlığın özü oldu. Yəni sənə rahatlıq duyğusunu verdi, sənə belə deyək də o harmoniyanı, o bədəninizdə olan o həzz duyğusunu, rahatlıq duyğusunu sizə yaşatdı. Amma bir-birinizə qarşı tez-tez fədakarlıqlar elədiniz, yersiz. Məsələn, o sizə qarşı çox fədakarlıqlar elədi, siz ona qarşı çox fədakarlıqlar elədiniz. Bir-birinizə qarşı zaman-zaman alma-vermə dəngəsini pozdunuz və bir gün, günlərin bir gün çox acı bir şəkildə ya siz onu aldatdınız, ya o sizi aldatdı. Bir-birinizi çox pis şəkildə zədələyərək, zərər vuraraq, baxın, küsərək demirəm, zərər vuraraq, bir-birinizin mənliyini və hətta fiziki olaraq bəlkə də şillə olub aranızda, bəlkə bir söyüş olub, bilmirəm indi hərənizdə. Yəni bir-birinizin mənliyini və şərəfinə incidərək, sizin aranızı istəyərək və sevərək, əslində sevgi orada var idi yenə də, çətin olsa da bir ayrılıq yaşandı və bu ayrılıqdan sonra artıq sizin və qarşı tərəfin həyatda olan ümidlərində, marağında bir ölmə oldu. Yəni siz sanki həyatınızda ondan sonra o insan belə davam elədi. Yəni başımı aşağı salım, işimi görüm. Da sevgi mənlik deyil, da münasibət mənlik deyil. Yəni bu şəkildə siz başladınız həyatınızı yaşamağa və bu duyğu sizi belə deyək də, hər şey sizin gözünüzdə adiləşdirən bir duyğu oldu bu münasibət. Yəni sizin üçün hər şey adiləşdi. Sevgi boş imiş, sözlər boş imiş, yaşanılan xoşbəxtlik boş imiş. Yəni hər şey bir nirvanada yaşadınız, ən yüksəkdə yaşadınız. Bir də ən pisini gördünüz və belə bir hiss yaşadınız. Yaxşı. Nə baş verdi? Nə üçün oldu bu ayrılıq? Hekayənizin ayrılıq səbəbi nədir? Hekayənizin ayrılıq səbəbi nədir? Hekayənizin ayrılıq səbəbi nədir? Baxaq görək. Düşünülməmiş davranışlar. Baxın, bəziləriniz gedib başqa biri ilə danışıb və yaxud da qarşı tərəf. Yəni ki, məsələn, hər şey burada qaydasındadır, okeydir. Düşünülməmiş bir şəkildə deyir ki, mən başqa bir şey istəyirəm və yaxud da mən işimi gedib görürəm, mən karyeramı seçirəm. Sanki münasibətiniz var olanda yeni bir şey axtardınız, təzə bir şey axtardınız, təzə bir şeyə başladınız bu münasibətin içərisində. Bu adamla siz davam eləyə-eləyə başqa birinə də meyilləndiniz, başqa bir işə də meyil və yaxud da qarşı tərəfdə ola bilər. Yəni bu təkcə sizə aid deyil. Yəni heç bir səbəb yoxkən, əslində hər şey qaydasındaymışkən küsüb getmələr, incimələr, duyğusal olaraq hissizləşmələr, artıq mən səndən doymuşam, başqa bir şey axtarıram enerjisi. Səni də mən başqa bir şeyə də şans verərəm, amma sənə də enerji verərəm. Sanki ədalətsiz davranışlar. Yəni olur ya, məsələn, oğlanlar birindən danışır, biraz ondan hər hansı bir duyğunu artıq doyur və başlayır başqa bir şey axtarmağa və deyir ki, ikisi ilə birdən danışaram. Və ya da siz özünüz də bunu eləyə bilərsiniz. Ola bilər işiniz və ya da başqa. Yəni burada deyir ki, düşünülməmiş bir addım atıldı. Fikirləşilmədən, uşaqcasına, sadəcə əyləncəsinə, sadəcə belə deyək də keyfinə görə bir addım atıldı və bu addım münasibətdə böyük bir problem yaratdı. Və deyir ki, buradakı və ya artıq sizin həyatınızda ya qarşı tərəfində biri var və bəzilərinizdə elə bir şey oldu ki, artıq siz də özünə düşmən də qazandınız və bir qadın oldu ki, sizin ya qarşı tərəfi sizin həyatınızdan çıxartdı, ya sizi onun həyatından çıxartdı və sizin elədiyiniz bu səhvə görə siz artıq tamamilə hər şeyi itirdiniz. Çünki ortaya başqa biri də daxil oldu və hər şeyi sonlandırdı, bitirdi və artıq yəni burada bir mübarizə başladı və hal-hazırda deyir ki, yəni geri qayıdacaq bir yolunuz yoxdur. Çünki orada artıq başqa birisi var və yaxud da sizin həyatınızda və yaxud da onun həyatında və yaxud da ki, bu bir qohum ola bilər. Amma biri var artıq, ora geri dönüş üçün qapı bağlı enerjisini sizə verir. Yaxşı, baxaq görək bu insan ümumiyyətlə hal-hazırda enerji olaraq sizə qarşı necədir? Baxaq görək bu insan enerji olaraq sizə qarşı necədir?
Baxaq görək bu insan enerji olaraq sizə qarşı necədir? Sakitlik var, aranızda danışmırsınız, yəni bir söhbət yoxdur. Və dəyər verdiyini görürəmsə, dəyər verib əslində. Sizi də mistik bir xanım olaraq əslində görür. Belə deyək də, sizə dəyər verir və zaman-zaman deyir ki, mən sənə borclarım mı var, ya maddi olaraq, ya mənəvi olaraq bir şeylər var sənə vermək istədiyim. Özümə güvən, heç kəsin heç nəyə lazım deyilsə, mən bir şeylər eləmisənsə, mən də bunun əvəzini səni qaytaracağım, bəlkə siz ona nəsə vermişsiniz. Sizi spiritual olaraq bir xanım olaraq görür, sanki bir hissiyatlı bir xanım olaraq görür, bağımlı olduğu əslində bir insan olaraq görür və hal-hazırda deyir ki, bizdə hər şey bitibdir və sevərək olub və mən çox qəlbim qırılıb bu durumla bağlı və indi həyatımda sadəcə mübarizə aparıram. Ya ailə qurmaq üçün, ya ev almaq üçün, ya maddiyatımı düzəltmək üçün mübarizədəyəm. Yəni, sənin hal-hazırda hisslərin varmı bu şəxsə qarşı? Bu şəxsə qarşı hisslərin varmı? Əslində bu insanın sizinlə bağlı artıq deyir ki, mənim sənə gələcək yolum yoxdur. Əslində, amma həyatında biri var, olmuş ola bilər, evli olmuş ola bilər. Yəni deyir ki, amma mənim sənin qayıdacaq yolum yoxdur. Burada siz də deyirsiniz, o da qarşılıqlı olaraq deyir ki, yolum yoxdur. Amma sizdən daha cəsarətlidir müəyyən bir mövzuda. Ola bilər ki, məsələn də siz qorxursunuz ki, ona bir addım atmağa, amma o qorxmadan sizə qarşı bir addım ata bilər. Yəni, ola bilər belə bir durum. Çünki daha belə deyək, bağlılığıma nəsə gəldi, mən onu eləməliyəm. Mən istədimsə, mən bunu almalıyam enerjisində bir xarakterdə göstərir özünü. Yəni, mən istəsəm səni yazaram. Yəni, belə bir şey göstərir. Tamam. Bu insanı gözləməlisinizmi? Bu münasibətin yenidən alovlanma, xoşbəxt olma, rahat bir dönəmə keçid etmə şansı varmı? Baxaq görək, bu insanı gözləməlisinizmi? Bu insanı gözləməlisinizmi? Bu insanı əslində gözləyə bilərsiniz. Aranızı hətta bir xanım əlaqəsi ilə düzəldə bilər. Bu insan sizin taleyinizdə var. Bu insanla təzədən bir münasibət başlanğıcı ola bilər. Və ola bilər ikinizin də ailə qurmaqla bağlı da qorxularınız olub zamanında və onun tərəfindən, sizin tərəfinizdən bir xanım tərəfindən münasibətlər bərpa oluna bilər və yenidən başlanğıc oluna bilər. Sıfırdan gəl hər şey başlayaq, düzəldək, quraq və s. Belə bir şeylər yaşana bilər aranızda. Yaxşı, bu insana şans verməyə dəyərmi? Ümumiyyətlə, bu münasibət, bu xoşbəxtlik verəcəkmi sizə? Bu insanı gözləməyə dəyərmi? Kartlarıma bu sualı verirəm. Bu şəxsi, ağlınızdakı şəxsi gözləməyə dəyərmi? Ağlınızdakı bu şəxsi gözləməyə dəyərmi? Əslində deyir ki, burada bir müddət ikili bir mövzu yaşanacaq. Qarşı tərəfin deyir həyatında, sizin həyatınıza başqa bir insan gələcək. Bu videoya baxanların. Qarşı tərəfin də həyatında olan xanım, hansı ki siz olmayanda onun həyatına daxil olub, o orada sizin üçün davamlı maniya kimi yanacaq ki, sən mən varam burada, sən artıq girə bilməzsən bura. Və getdikcə sizin ilişkinizə həmin xanım tərəfindən cadular, belə sirlər, gizli işlər bu xanım eləyə bilər. Yaxşı, siz nə etməlisiniz ümumiyyətlə? Mübarizə aparmağa dəyərmi, yoxsa vaz keçməlisiniz? Yəni, burada bayaq nə dedim? Burada biri var həyatında zaten artıq. Əgər siz deyirsinizsə ki, mən mübarizə aparmağa razıyam, mən eləyərəm, mən savaşaram deyirsinizsə, savaşıb xoşbəxt ola bilərsiniz.
Bəli, bu insanı düzəltməyə, gözləməyə dəyərmi? Əgər mübarizə eləmək halınız varsa, burada ailə olaraq görün. Məsələn, birinci dəstədə mən ailə olmağı görmədim açıqcası. Amma ikinci dəstədə mən onu görürəm ki, sizin ailə ola bilmə potensialınız var. Münasibəti qurma, evlilik potensialınız var. Amma nədir? Savaşaraq. Sanki baxın, burada belə bir şey olacaq. Qarşı tərəfin həyatında olan insanın da üzü açılacaq. Bir növ onun yalanları. Sizin aranızda danışılmayan mövzuların da üstü açılacaq. Tam olaraq bir aydınlanma və bu insan, bu şəxsimiz sanki yanında, həyatında olan insanların da, bax, onun anası da ola bilər də, sevgilisi də ola bilər, həyat yoldaşı da ola, hər kimsə. Sanki onun da gerçək üzünü görəcək, bir də sizi də görəcək. Və bundan sonra sizin aranızda bir münasibət üçün bir mübarizə olacaq və sonradan belə bir barış ola bilər. Bax belə. Yəni xoşbəxt ola bilərsiniz. Bir-birinizə zaten uyumlusunuz. Zaten bir-birinizə uyğun insanlarsınız. Sadəcə dediyim kimi düşüncəsiz bir formada bitmiş bir münasibətdir bu. Düşüncəsizlik olunub burada. Fikir, yəni anlıq bir həyəcanla olunmuş bir şeydir. Gəlirəm 3-cü kart dəstəmi seçənlərə. Baxaq, görək. Bu şəxs adınızı çəkirsiniz, bu şəxsin adını çəkirsiniz. Bu insanı gözləməyə dəyərmi? Bu insanı gözləməyə dəyərmi? Bu insanı gözləməyə dəyərmi? Bu insanı gözləməyə dəyərmi? Baxaq görək. Ümumiyyətlə bu insanla sizin hekayəniz nədir? Baxaq hekayənizə. Bu şəxs adınızı çəkirsiniz, bu şəxsin adı. Sizin aranızdakı münasibətin hekayəsinə baxaq. Məhkəmə kartı verir. Boşanmış ola bilərsiniz, ayrılmış ola bilərsiniz tamamilə. Qorxular var. Evli olmuş ola bilərsiniz. Siz evlisiniz, o evlidir. Və yaxud da evliliyiniz olmasın deyə cadu olunub. Bir-birinə oxşar enerjilərdə demək olar ki, burada deyir ki, mən səninlə danışa bilmirəm. Mənim səninlə əlaqə qura bilməməyim üçün əlim qolum bağlıdır. Boğazım bağlıdır. Yəni bir insana qarşı bağlayırlar, danışa bilməsin. Və burada siz danışırsınız, amma bir şey olmur. Yəni bir sonuca varılmır, belə deyək. Baxaq başqa. İlk öncə görürəm ki, ortaq bir biznesiniz olmuş ola bilər, ortaq danışdığınız, ortaqlıq bir eviniz ola bilər, ortaq olaraq siz düşünə bilərsiniz, bunun insanın ev almağı düşünmüş ola bilərsiniz. Amma reallaşdıra bilməmişsiniz, yəni yola çıxmışsınız, amma gedə bilməmişsiniz. Xüsusilə də maddi mövzuları daha çox göz önündə bulundurmuşsunuz, daha çox göz önündə olub sizin münasibətinizdə maddi mövzular, ev almaq, evimizdə yaşamaq, özümüzü. Amma bu adamın ipləri daha çox üçüncü şəxslərin əlində olub. Sizin münasibətiniz üçüncü şəxslər tərəfindən çox müzakirə olunub. Yəni siz hər dəfə demirsiniz ki, hə mən bu adam bir yola çıxıram, amma bir önəmli bir şey gəlməyib. Çünki bu adam çox rahatına düşkündür, komfortuna çox düşkündür, rahatına çox düşkündür. Yəni bu adam belə deyək də bir yerlərini qaldırıb hərəkət etmək istəyən biri deyil, yəni. Olduqca mənim üçün belə də rahatdır, mən belə də yaxşıyam deyən bir insandır və ilişkiyə heç nə vermir. Verməyib də, yəni belə deyək. Ümumiyyətlə sizin ayrılığınıza baxaq. Nə üçün baş verib burada ayrılıq? Nə üçün baş verib və yaxud da nə üçün siz gözləyirsiniz? Nə baş verib, nə gözləyirsiniz? Baxın, burada bəy tərəfindən daha çox bitişlər görürəm mən. Bəyin getdiyini görürəm. Əslində özü ilə bağlı istəyib ki, getsin həyatında təzəlik, təzə bir şeylər qursun. Ana faktorundan ola bilər, ailələr arasında müəyyən fərqlərə görə ola bilər və getmişəm və siz getmişsiniz və başqa bir insanla evlənmiş və ya tanış olmuş ola bilərsiniz. Bu insandan sonra başqa bir insana həyatınıza salmış ola bilərsiniz. Amma siz o insan həyatınıza salandan sonra bu insan yenidən geri dönmüş ola bilər ki,
gəl barışaq. Amma bu münasibəti birbaşa üçüncü şəxslər tərəfindən, amma cadudan daha çox sözlərlə bitirdiyini də görürəm və bu ailə olma enerjisi çox yüksək olan bir münasibət, ya da ailə olub belə. Və burada deyir ki, hər şey tamamlandı, bitdi və sonlandı. Yəni burada artıq danışılacaq ilahi ədalət kartı, ölüm kartı və qılıc onlusu. Deyir, danışılacaq heç bir mövzu yoxdur zaten. Hər şey bitdi. Bitişə və yaxud da bitməyibsə də bitişə doğru gedir. Çünki burada bir tamamlanma enerjisi sadəcə bitişdən yanadır. Yaxşı. Ümumiyyətlə baxaq görək. Bir buna baxım. Qarşı tərəfin sizinlə bağlı hissləri. Bəs yaxşı. Bu ayrılıqdan sonra qarşı tərəfin hissləri. Bu ayrılıq sonrası qarşı tərəfin hissləri. Bu ayrılıq sonrası qarşı tərəfin hissləri. Qarşı tərəfin sizinlə bağlı hissləri. Qarşı tərəfin hissləri təzədən barışmaq istəməsidir. Təzədən birlikdə olmaq istəməsidir. Niyə görə? Ona görə ki, sizi itirmək. Çünki özündən çox razıdır. Amma bu adamda təkcə siz deyilsiniz də, başqaları da var, başqa bir qadın da var, başqa bir həyatında biriləri də var, yəni. Və göstərir ki, siz öz həyatınızda mübarizə aparanda, müəyyən atanızla, müdürünüzlə, işinizlə, nə bilim, pulla, mövzularla mübarizə aparanda, bu adam öz keyfində idi. Çünki rahat insandır. Deyir, mənə hər şey olar, mənə xoşbəxt olmaq da olar, mənə gəzmək də olar, mənə aldatmaq da olar. Yəni, gizlədirdi o özünü, amma özünə şans verib ki, təzədən qızlarla da danışsın, təzədən xoşbəxt olsun. Yəni, o özünə o şansı verirdi. O üzülüb, oturub ağlamırdı ki, ay Allah, mən ayrıldım, görəsən nə olacaq. Deyirdi ki, nə olsun ki, mən, yəni, və yaxud da indi də hal-hazırda bir yerdəsinizsə, əmin olun ki, bu insan sizə nəsə vəd verirsə ki, bu belə olacaq. Amma bu adamın deyir, öz həyatında öz həyatı var, yəni qızlarla da danışır, söhbətini də eləyir, gəzməyinə də gedir. Ola bilər atası ilə müəyyən problemləri olan bir insandır, amma çox eqolu insandır və xoşlayır ki, ətrafında çoxlu qızlar olsun, o qızlar onu dəstəkləsin, belə ona qəşəng təriflər yağdırsın. Yəni bir sözlə çapqın bir erkək modeli qarşımızda var. Biraz narsist də olmuş ola bilər. İndi mən tam hər kəsə deyə bilmərəm, çünki o psixoloji bir mövzudur. Gəlirəm indi, baxaq görək, bu insanı gözləməyə dəyərmi? 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 Sizdən uzaqda da olmuş ola bilər. Qəti şəkildə. Gəl təzədən başlayaq. Gəl düşünək. Gəl yenilənək. Ki, baxın kartlara. Deyir, üzləşməviz olacaq. Bu adamın nə qədər yalan danışdığını sən üzvə vuracaq da, bəbi, sən biləcəksən də, həyat sən üzvə vuracaq. Bu var, bu var, bu var. Aranızda o qədər yalan var ki, aranızda o qədər xəyanət var ki, aranızda o qədər danışılmayan və gizli qalan mövzular var ki. Ola bilər ki, bu adam səndən görüşmək istəyir, hal-hazırda uzaqdadır. Gəl uzaqdan bir yerdə görüşək deyəcək. Ola bilər ki, çoxunuzda belə bir şey olacaq. Peşmanam, gəl başdan başlayaq deyəcək. Mən sənin üçün hər şey eləyirəm deyəcək. Amma aranızda çox yalan, dolan, üzərində olan enerjilər var. Və siz bu insanı sizi məhv eləyə bilərsiniz. Bir-birinizin belə deyək də tam olaraq sonunu gətirəcək münasibətdir. Bax, uzaq durun bu münasibətdən. Digərlərində deməmişdim, bu münasibətdən uzaq durun. Bu insan niyə gəlmişdi bəs sizin həyatınızda? Bu insan niyə var idi sizin həyatınızda? Bu insan niyə var idi sizin həyatınızda? Niyə gəlmişdi ki, siz əgər sizə bəlkə özünüzü sevməyə öyrətmək üçün gəlmişdi. Sizə parlama, bəlkə siz bu insanla tanışıb ayrılandan sonra çıxdınız evdən çölə. Belə öz dəyərinizlə bağlı. Bu sizə özünüzə dəyər verməyə öyrətmək üçün gəlmişdir. Sizin əksik, siz bu adamla ayrılandan sonra bəlkə başladınız özünüzə fikir verməyə, gəzməyə getməyə, bir özünə vaxt ayırmağa. Yəni bu adam sizin adamınız deyil. Üçüncü insan və dördüncü şəxs. Dördüncü şəxsimiz bu cənabdır, soyuqqanlı bizim cənabımızdır. Baxaq görək kartlarda enerjisi necə olacaq. Adını çəkin, öz adınızı çəkin. Bu insanla hekayəniz nədir? Bu insanla hekayəniz nədir?
Bu insanla hekayəniz nədir? Baxaq. Əslində gözəl bir münasibətdir, gözəl bir ilişkidir. Amma ola bilər ki, hətta siz əvvəllər istəməmisiniz bu ilişkini. Demişsiniz ki, yox, hələ vaxtı deyil, amma sonradan şans vermişsiniz və gözəl bir şəkildə çox böyük sevgi. Məsələn, digər dəstələrində mənim bu qədər böyük sevgi enerjisi yox idi. Ortaq dostlarınız var, ortaq bir yerdə işləyirsiniz bəlkə. Bəlkə dostlarınız birlikdə işləyir, bəlkə bir ortamlarda olursunuz tez-tez. Amma hətta burada xanımın belə bəzən addım attığını görürəm enerji olaraq. Sanki çox bəyənir, çox belə bir-birinizə aşiq olma enerjisində olmursunuz. Birlikdə pul qazanmısınız və yaxud da ki, müəyyən bir biznesiniz var ortaq olaraq. Yəni bu adam necə deyim sizə, sizə aşiqdir və siz ona aşiqsiniz və sizin ortaqlı çox şeyləriniz var. Maddi ortaqlıqlarınız var, duygusal ortaqlıqlarınız var, ortaq yaralarınız var, ortaq travmalarınız var, ortaq da sevginiz var. Yəni çox şeyləriniz sizin bir-birinizə uyğundur. Amma ilkində siz çox belə ya siz ya yanınızda bir padruqanız falan deyib ki, yavaş get, hara gedirsən, qaçma, şans vermə, hələ bax, hələ düşün. Amma sonrasında sizin görürəm ki, özünüzün bu insana ürəyiniz yatıb da belədir, kalbiniz kayıb. Yaxşı. Hazırki mövcud vəziyyətiniz nədir? Bitiş yaşanıbsa, niyə yaşanıb? Hazırki vəziyyət necədir? Hazırki vəziyyət necədir? Hazırki vəziyyət necədir? Baxaq. Hazırki vəziyyət necədir? Birinci növbədə münasibətlərinizdə sizin də çox ağır əməl var. Bu insan sizin deməli, burada belə bir mövzu var. Bu münasibət sizin üçün bir bağımlılıq xəttinə gəlmiş, zina olmuş, qarşı tərəf evli ola bilər, siz evli ola bilərsiniz. Münasibətinizdə ağır enerjilər var olmuş ola bilər. Çünki siz bu insan haqqında düşünəndə fikirləriniz çox qarışır. Nəyi düzgün eləyirsiniz, nəyi səhv eləyirsiniz, nəyi doğru qərar verirsiniz. Bu haqda düşüncələr sizi çox yorur deyir. Bir tərəfdən fikirləşirsiniz ki, hər şeyin ədalətlisi budur ki, biz yenidən başlayaq və s. Qarşı tərəfin darıxma hissi var, özləməsi var və s. Və ola bilər ki, sizin öz həyatınızda da bir insan var hal-hazırda və yaxud da bitməkdə olan bir münasibətiniz var. Və bu insanda belə bir məsələ var ki, xatirələrinizi düşünür, çox darıxır və bəzən sizin aranızda ateşli bir başlanğıclar olub da, yəni məsəl üçün, bəzən görüşüb intim də, hətta özəl bir şeylər yaşayırsınız, amma sonra yenə bitir. Yenə də bir şeylər alınmır, yenə də bir danışırsınız, amma gəlib mövzu bitənə yaxın sizdə hər şey bitir. Yəni, mənə bir səbəbdir də, nə baş verir ki, burada alınmır? Nə baş verir burada alınmır? Nə baş verir burada? Burada nə baş verir ki? Ola bilər kimsə sizin aranızı vurmaq üçün bir xəbər gətirir. Ola bilər siz nəsə eşidirsiniz. Ola bilər ki, siz başqa insanların və yaxud da, məsələn, ola bilər ki, deyirsiniz, o sizə bir şey deyir, amma siz başqa adamdan öyrənirsiniz ki, o sizə yalan danışır, belə deyil, yoxsa belədir. Siz də deyirsiniz ki, hər şey bitsin, sən mənə yeni yalan danışmısan, belə bir enerjidə. Ondan sonra bu adamla artıq üzləşmək istəyirsiniz. Deyirsiniz ki, mən yorulmuşam, sən mənə başqa şey deyirsən, mən başqa şeylər öyrənirəm. Burada da bir yalan var, bir aqressiya var əslində. Mən istəyirəm sənə nəsə yaşamaq, başlayıram, alovlanıram, amma sonra ortada yenə heç nə yoxdur və yenə də və burada indi hal-hazırda üzləşmə istəyi var. Yəni üzləşmək və müəyyənləşdirmək istəyi var. Hər şeyi ki, gəl açıq danışaq, gəl bir üzləşək, belə deyək. Yaxşı, baxaq görək bu insanı gözləməyə dəyərmi? Kartımızın biri özünü atdı, baxaq. Qərarsızlıq kartı gəldi. Baxın, atan karta baxın. Çox qərarsızam deyir. Bu insanla yenidən başlamağa dəyərmi? Bu insanı gözləməyə dəyərmi? Gözləməyə dəyərmi? Ağlınızdakı şəxsi gözləməyə dəyərmi?
İlk öncə onu deyim ki, barışığınız oldu, olacaq və yaxud da ki, belə bir durum olacaq, yəni. Amma hə, burada çox güman ki, ya birlikdəsiz, ya birlikdə olacaqsınız. Bilirsiniz nə olacaq sadəcə? Nəyə görə dalaşırsa, o hər zaman davam eləyəcək. İkili durum, dəyişilməyən rutin, yəni rutin bir şeyiniz var da eyni bir mövzu. O davamlı dəyişəcək. O, siz hər dəfə deyəcəksiniz ki, yox, bu dəfə əlimə fürsət düşdü, bu durumu dəyişirəm deyir, dəyişməyəcək. Xoşbəxtliğim üçün mübarizə aparıram, dəyişməyəcək deyir. Bu adamla ailə ola bilərsiniz, evlənə bilərsiniz, ailəniz zaten olmuş ola bilər, barışa bilərsiniz. Amma deyir, o rutin durumunuz var ya, aranızdakı problem hər nədirsə. Bax, onu deyir dəyişmək, ikinizdən biriniz onun öz davranışını dəyişməli. Amma heç biriniz də dəyişmirsiniz davranışınızı. Eyni şəkildə davranırsınız, fərqli bir nəticə gözləyirsiniz. Ona görə deyir, heç nə olmayacaq. Yaxşı, bu insanla bağlı kartlar nə məsləhət görür? Nə etməlisiniz hal-hazırda? Bu insanla bağlı nə etməlisiniz hal-hazırda? Bu insanla bağlı nə etməlisiniz hal-hazırda? Baxın, uzaqlaşmaq, məsafəcə getmək lazımdır burada. Sizə başqa bir adam da gələcək. Başqa bir insan, başqa bir xarakter, başqa bir yeni bir şəxs, yeni bir münasibət, yeni bir ailə, yeni bir başlanğıc var burada. Ümumiyyətlə, ailə qurmaq. Baxın, sizin iki dənə şansınız olacaq. Bir insan, siz ona çox bağlı olacaqsınız, amma o sizi gizli ailə olaraq saxlamaq istəyəcək. Deyəcək, gəl mən sən çöldə də, kənarda bir yerdə. Bir də sizin yeni başlanğıcınız var. Yəni, sizi ailə olaraq görən və sizinlə təzə başlanğıc eləmək istəyən. Deyir, qərarı sən verəcəksən bu dəfə. Baxın, burada da qərarsa. Deyir, qərarı sən verəcəksən bu dəfə. Bu adamla sənin olayların dəyişməyəcək. Amma səni yeni bir həyatda gözləyir və yaxud da bir insan həyatında gizli bir ailə olaraq da kənarda bir köşədə qala bilərsən. Seç, birinci bir qadın olmaq istəyirsən, yoxsa ikinci xanım olmaq istəyirsən? Sən mi seçilmək istəyirsən, yoxsa ki, sən arxa planda qalmaq mı istəyirsən? Yəni ki, qal orada, gözlə orada. Yəni, mən nə vaxt istəsəm gələrəm. Bunun deyir, seçimini sən eləyəcəksən. Amma bu insanla deyir, sənin arandakı sevgi var, duyğular var, bağlılıq var, oxşarlıqlar var, uyumluluq var və s. Amma bununla arandakı problemlərin hər nədirsə, onlar deyir, dəyişmir. Çünki burada həm ağır enerjilər var, cadu, əməl, təmizlənməmiş əməllər və ağır enerjilər var. Həm də bu insanın və yaxud da sənin özündə dəyişməli olduğun davranışın var. Amma sən onu dəyişmirsən, o da dəyişmir. Və bir-birinizdən dəyişməyinizi istədiyiniz halda heç biriniz bunu eləmirsiniz. Bax, belə əzizlərim, özünüzə yaxşı baxın.